Salam, xoş gördük tamaşaçılar. Bugün qiymətli ideyaları olub, onu pula çevirməkdə çətinlik çəkənlər yəqin ki az deyil. Son vaxtlar dünyada geniş yayılan və artıq Azərbaycanda da tətbiq olunmağa başlayan biznes inkubatorları məhz biznes qurmaq istəyənlərə belə bir dəstək göstərir. Bugünkü verilişimizdə elmlə istehsalat arasında bir körpü olan, eyni zamanda gənc sahibkarların yetişdirilməsində əvəzsiz xidmətləri olan biznes inkubatorlarından danışacağıq. Mövzunun studiyamızın qonaqları ilə birgə müzakirə edəcəyik, onları sizə təqdim edirəm. Avropa İttifaqı ilə Azərbaycan hökumətinin biznes inkubatorları üzrə birgə layihəsinin eksperti Elxan Mikailov, biznes məsləhətçi Vüsal Xanlarov və Dövlət İqtisad Universitetində yaradılmış innovativ biznes inkubatorun direktoru Mircavid Həsənov. Sizi salamlayıram, xoş gəlmişsiniz. Mən təklif edirəm, əvvəlcə biz bir süjetə baxaq, sonra müzakirəmizə başlayaq. Bəzən adi ideyalar öz sahiblərinə milyonlar, hətta milyardlar qazandırır. Məsələn, Amerikalı biznes magnat və investor Jeff Bezos'un öz ideyasından qazandığı məbləğ 4,4 milyard dollardır. O, kitab mağazalarını uzun səfərlər təşkil edən və bütün zamanını kitab axtarışlarında keçirənlərin işini yüngülləşdirib. Belə ki, Jeff Bezos kitabların internet vasitəsilə satılması ideyasının müəllifidir. Müasir dövrdə biznes sektorlarında yeni çağırılışlardan biri ideyaların pula çevrilməsini təmin edən infrastrukturun qurulmasıdır. Belə mütərəqqi iqtisadi texnoloji mexanizmlərdən biri biznes inkubatorlarıdır. Biznes inkubatorlar öz fəaliyyətinin başlanğıcında çətinlik çəkən kiçik sahibkarlara ilkin dəstəyin göstərilməsini nəzərdə tutur. Bu dəstək biznes ideyasının həyata keçirilməsinin bütün mərhələlərini əhatə edir. Bura şəxsi biznesini qurmaq istəyən şəxslərə mütəxəssis məsləhətlərinin verilməsindən tutmuş, kommunikasiya vasitələri, inventar, iş və istehsal otaqlarının onların sərəncamına verilməsinə qədər müxtəlif prosedurlara aiddir. Beynəlxalq praktikada biznes inkubatorları ilk dəfə 1959-cu ildə Amerika Birləşmiş Ştatlarında görünməyə başlayıb. O zaman fəaliyyətini dayandırmış fabriklərin birində işsiz insanlar boş qalmış otaqlarda özlərinin biznes inkubatora bənzər kiçik müəssisələrini yaradıblar. Ötən əsrin 90-cı illərində dünyada onların sayı 470 olsa da, indi bu rəqəm minlərlə ölçülür. Böyük Britaniya, Fransa, Çin və Cənubi Koreyada elmi texnoloji innovasiyaların əsas istiqaməti elm tutumlu biznes layihələri olan texnoparklar, sənaye məhəllələri, agropark və inkubatorlardır. Bu iqtisadi modellər ölkə iqtisadiyyatının sənaye ilə bağlı bütün sahələrini əhatə edir və burada ən yüksək texnologiyalar tətbiq olunur. Son illər Azərbaycanda da biznes inkubatorlarının yaradılmasına start verilib. Hazırda ölkədə 3 biznes inkubator fəaliyyət göstərir. Bunlar İqtisad Universitetində, Yüksək Texnologiyalar Parkında və İqtisadiyyat və Sənaye Nazirliyinin xətti ilə Quba Xaçmaz iqtisadi regionunda formalaşıb. Məqsəd, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafını təmin etmək, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, regionda məşğulluğun səviyyəsini artırmaq, özəl biznesə dövlət dəstəyini gücləndirmək və rəqabətliliyi, məhsul istehsalını genişləndirməkdir. Qeyd edək ki, Azərbaycan 2020-ci gələcəyə baxış inkişaf konsepsiyasında qeyri-neft sektorunun inkişafına dair strateji planda və digər sənədlərdə biznes inkubatorların yaradılmasının təşviq edilməsi, onların sayının artırılması ilə bağlı konkret tədbirlər nəzərdə tutulub. Biznes inkubatorlar özündə mühüm infrastruktur elementləri olan universitetlər, elmi tədqiqat institutları, mobil nəqliyyat kommunikasiya sistemlərinə yaxınlıq məsafələrini ehtiva etdiyindən Naxçıvan, Gəncə, Şəki və Lənkəran şəhərləri biznes inkubatorlarının yaradılması üçün əlverişli məkanlar sayılır. Elxan müəllim, biznes inkubatorlarının yaradılması Azərbaycanda biznesin inkişafına nə verə bilər? Ümumiyyətlə, müasir bazar iqtisadiyyatı şəraitində ölkələr qarşısında duran əsas çağırışlardan biri, belə deyək, iqtisadi hədəflərdən biri yeni kiçik və orta sahibkarlığın dəstəklənməsidir və yeni ideya sahiblərinin öz bizneslərinin başlanması istiqamətində dəstəyin göstərilməsidir. Azərbaycanın uzun müddət Sovet rejimi çərçivəsində yaşaması, ümumi belə deyək ki, xalqda, millətdə sahibkarlıq və biznes təfəkküründən daha çox planlı iqtisadiyyat təfəkkürü formalaşdırmışdı. Artıq Azərbaycan yeni bazar münasibətlər sisteminə daxil olduqdan sonra hər kəs öz biznesini açmaqda maraqlıdır və bu istiqamətdə də statistikada göründüyü kimi Azərbaycanda kiçik və orta sahibkarlıq sürətlə inkişaf edir. Avropa ölkələrində kiçik və orta sahibkarlığın yaradılması və inkişafına dəstək verən
bir çox praktikalar mövcuddur. Onlardan biri də biznes inkubatorlardır. Biznes inkubasiyanın yeni sahibkarlığın formalaşdırılması və inkişafında çox böyük töhfəsi vardır. Sadəcə statistik üçün deyək ki, təkcə il ərzində Avropa Birliyində yaradılan biznes inkubasiyalar 40 min yeni iş yerinin açılması ilə nəticələnir. Yəni, Avropa Birliyi ölkələrində biznes inkubasiyaların yaradılmasına, ümumiyyətlə dünya praktikasında biznes inkubasiyanın yaradılmasına bir neçə kontekstdən yanaşılır. Birincisi, regional inkişaf kontekstinə. Bu, əsasən regionlarda açılır və regionlarda yeni iş yerlərinin və yeni bizneslərin açılması məqsədi daşıyır. İkincisi, innovasiyaların təşviqi, yəni ölkədə innovasiya potensialının artırılması və innovativ ideyaların reallığa çevrilməsi ilə bağlı konkret mexanizmin formalaşdırılmasıdır. Azərbaycanda da belə deyək ki, əgər siz statistikaya fikir versəz, yeni biznes yerlərinin açılması ilə yanaşı, eyni zamanda bağlanılan bir çox biznes, kiçik biznes sahələri mövcuddur. Bu isə həmin biznesdə uğursuzluğun və biznes təcrübənin çatışmamazlığı ilə bağlıdır. O baxımdan bu olduqca bir vacib bir mexanizmdir ki, yeni işə başlamaq istəyən, bura həm adi vətəndaşlar ola bilər, həm universiteti bitirmiş məzunlar ola bilər və digər maraqlı tərəflər ki, onlarda biznes təfəkkürün formalaşdırılması və təcrübəsi olmayan şəxslərə biznes praktikanın aşılanması və real biznesin qurulmasında dəstəyin göstərilməsi. Elxan müəllim, bəs niyə biznes inkubator? Yəni bunların texnoparklardan və deyək sənaye məhəllələrindən fərqi nədir? Adından da göründüyü kimi bu biznes inkubasiya adlandırılır. Əslində bu inkubasiya toyuq inkubasiya sözündən götürülmüş bir məsələ. Necə ki, toyuq inkubasiyasında cücələr yetişdirilib sonradan sərbəst buraxılırsa, biznes inkubasiyanın da mahiyyəti ondan ibarətdir və bunun digər sənaye parklarından, texnoparklardan fərqi ondan ibarətdir ki, sənaye parklarında, texnoparklarda əgər rezidentlər daimi olursa və onlar orada davamlı fəaliyyət göstərirlərsə, biznes inkubasiyada bu rezidentlər yalnız 6 ay, minimum 6 ay, maksimum isə 3 il müddətində həmin biznes inkubasiyada öz bizneslərini qurandan sonra oranı tərk edirlər. Yəni müvəqqət olur, bəli. Azərbaycanda biznes inkubatorların yaradılmasına nə kimi dövlət dəstəyi həyata keçirilir? Bildiyiniz kimi, bir çox dövlət proqramları çərçivəsində artıq biznes inkubasiyanın yaradılması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bunlardan biri gəncliyin inkişafı ilə bağlı dövlət proqramıdır ki, orada gənclərin yeni iş yerlərinin yaradılması və biznes fəaliyyətinin dəstəklənməsi ilə bağlı inkubasiyanın yaradılması öz əksini tapıbdır. Digər bir məsələ regionların inkişafı ilə bağlı 2014-2018-ci il dövlət proqramında da biznes inkubasiyalarının regionlarda yaradılması öz əksini tapıbdır. Eyni zamanda digər dövlət proqramında, məsəl üçün sənaye ili 2014-cü ildə sənayenin elan edilməsinə əlaqədar olaraq həmin sənaye ilə bağlı tədbirlər planında yeni sənayenin inkişafı ilə bağlı 2015-20-ci illər dövlət proqramında da, yəni bu istiqamətdə biz Bakı və regionlarda biznes inkubasiyanın yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Bu günə qədər artıq İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Xaçmaz, Quba iqtisadi regionunda biznes inkubasiya yaradılıb, artıq o fəaliyyət göstərir. Digər biznes inkubasiya daha çox texnologiya və innovasiyaya dayanan yüksək texnologiyalar parkının nəzdində artıq biznes inkubasiya yaradılıbdır və nəhayət İqtisad Universiteti tərəfindən də belə deyək ki, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi əməkdaşlıq çərçivəsində belə bir inkubasiya yaradılıbdır. Yəni, bu ilkin mərhələdədir. Əgər bu təcrübələr uğurlu olsa, artıq həmin dövlət proqramlarından, zərurətindən irəli gələrək Azərbaycanın digər regionlarında da biznes inkubasiyanın yaradılması planlaşdırılır. Misal mənim, biznes inkubatorlarının yaranması elmlə, təhsillə, istehsalat arasında nə kimi bir körpü qura bilər və indiki halda bu nə qədər vacibdir? Elmi məhsul icad edən bir şəxs öz elmi fəaliyyətini və dayanıqlığını davam etdirmək istəyirsə, mütləq gərək sahibkarlıq fəaliyyətindən məşğul olsun. Çünki digər halda ya öz biliyinin, know-how'sunu satmalı olacaq, ya da ki, bu bilik elə onun özündə qalacaq, heç bir bəhrə cəmiyyətə və özünə gətirməyəcək. 1959-cu ildə də biznes inkubatorlar ilk olaraq Birləşmiş Ştatlarında yaradılanda da əsas məqsəd elə bunda idi ki, elmi ixtiralar, elmi know-how və əqli mülkiyyət biznes istiqamətində inkişaf etsin və biznes vasitəsilə, sahibkarlıq fəaliyyəti vasitəsilə o ixtiranın belə deyək, yiyəsinə hansısa bir dəyər gətirsin.
Əgər dünya praktikasına baxsaq, 80-cı illərdə bu biznes inkubatorların sayı kifayət qədər böyüdü və bugünkü gün 10 minə yaxın biznes inkubator rəsmi olaraq dünya üzrə fəaliyyət göstərir. Bunların dəstəklənməsi də Azərbaycanda olduğu kimi əsasən dövlət tərəfindən dəstəklənir. İnkişaf proqramları, inkişaf qurumları, təşkilatları tərəfindən dəstəklənir və həmçinin də elmin də burada iştirakı vacibdir. Universitetlərin, akademik qurumların iştirakı da mütləq olmalıdır. Arzu olunardı ki, Azərbaycanda da bu, belə deyək, sosial qrup da biznes inkubatorların yaradılmasına qoşulsun. Bu da özəl sektordur. Çünki özəl sektor adətən öz ətrafında, yəni gördüyü fəaliyyət ətrafında bir ekosistem yaradır ki, misal üçün telekommunikasiya sahəsində fəaliyyət göstərən hansısa bir applicationların yaradılması və telekommunikasiya xidmətlərinin göstərilməsi ilə məşğul olunan digər bir kiçik şirkətləri öz ətrafında formalaşdırır. Microsoft, Intel kimi böyük şirkətlərin öz ekosistemi var və bütün o balaca şirkətlər həmin böyük korporasiyaların gigantları tərəfindən yaradılmış, biznes inkubatorlar vasitəsilə yaradılmış şirkətlərdir ki, bugün artıq yaranan kimi onların artıq birinci müştərisi var. Deməli, artıq dünyada məşhur məhsullar var ki, məhz o ideyalar biznes inkubatorlarda imal olunur. Bəli, xüsusilə müvafiq çipların hazırlanması, əgər Amerikadakı olan o silikon vadisi, onu biznes inkubator adlandırmaq olmaz, amma orada fəaliyyət göstərən bir çox şirkətlər nə vaxtsa biznes inkubatorlardan çıxıblar və onların hansısa chipsetlardakı müəyyən ixtiraları, yeni düzəlişləri artıq onları o səviyyəyə gətirib çıxardıb ki, hal-hazırda beynəlxalq səviyyədə fəaliyyət göstərilir. Mircavit müəllim, siz ölkəmizdə az sayda olan biznes inkubatorlardan birinə rəhbərlik edirsiniz. Dövlət İqtisad Universitetində belə bir biznes inkubator yaradılıb. Fəaliyyətiniz nədən ibarətdir və burada hansı ideyalar belə? Prezidentinin 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı üzrə dövlət proqramı və Azərbaycan təhsilinin inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq ilk dəfə, qeyd eləmək istəyirəm ki, ilk dəfə Azərbaycan Dövlət İqtisad Universitetində innovativ biznes inkubator yaradıldı və bizim innovativ biznes inkubatorun əsas məqsədi tələbə sahibkarlığının inkişafı və o cümlədən gələcəkdə bu cür biznes inkubatorların regional səviyyədə inkişaf elətdirmək və regionlarda kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərməkdən ibarətdir. Bizim innovativ biznes inkubator, belə deyək, ənənəvi biznes inkubatorlar kimi 3 istiqamətdə fəaliyyət göstərir. Burada konsalting xidmətləri, təlim xidmətləri və startapların inkişafı üzrə fəaliyyət göstəririk. Bizim məqsədimiz tələbələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasından ibarətdir. Yəni, bugün dünya təcrübəsində də görürük ki, kifayət qədər biznes sahələri var ki, tələbələr tərəfindən belə deyək, yaradılıb. Buna misal olaraq Facebook'u demək olar, Google'u demək olar və digər tanınmış transmilli şirkətləri göstərmək olar. Bizdə necə, artıq necə deyərlər, oxşar ideyaların əsasının qoyulduğunu, bu üzrə bir fəaliyyət göstərildiyini söyləmək olarmı? Bizdə hal-hazırda artıq 4 idi, artıq bir ay olar ki, 5-ci startapımız da yaradılıb. Tələbələrin startapıdır. Yəni tələbələrin yeni şirkətləri yaradılıb demək istəyirsiniz? Funksional şirkətlərdir, tam demək olar ki, pul da qazanırlar, belə deyək. Yəni, hansı istiqamətlər üzrədir? İstiqamətlər əsasən biz ümumiyyətlə innovativ biznes inkubatorda müsabiqələr yolu ilə belə deyək, seçilir ideyalar. Yəni ki, obyektivi olmaq üçün də belə deyək. İlk öncə biz universitetin gündəlik həyatına lazım olan ideyaları seçdik. Burada Lingvo Mondo tərcümə mərkəzidir, web dizayn studiyasıdır, reklam video roliklərinin çəkilməsidir və mühasibat mərkəzi. Və bu yenicə yaratdığımız özünü sına layihəsi var ki, bilirsiniz ki, Azərbaycan Dövlət İqtisad Universitetində imtahanlar onlayn rejimdə keçirilir və bir tələbənin ideyası oldu ki, onlayn rejimdə sınaq imtahanları təşkil eləmək olar və belə bir sayt hazırlandı. İmtahandan qabaq özünü sınamaq
yəni hər bir tələbəyə imkanlar yaratdı ki, yəni özünü sınasın. Bəs fəaliyyət zamanı beynəlxalq təcrübədən, eləcə də beynəlxalq ekspertlərin hər hansı bir rəylərindən, məsləhətlərindən necə yararlanılırmı? Bizim biznes inkubatorda ekspertlər şurası var. Yəni bu ekspert şurası bayaq dediyim kimi həmin ideyaları onlara biz təqdim edirik, onlar bu ideyaları seçirlər və ekspert şuramızın içində artıq beynəlxalq bir ekspertimiz də var. Bu yaxınlarda bizim İnnovasiya Biznes İnkubatorunun qonağı olmuş David Conwell bizim inkubatorda qonaq oldu. Bizim gördüyümüz işlə maraqlandı və qeyd etmək istəyirəm ki, hətta belə deyək, o Avropadakı biznes inkubatorlarla bizim biznes inkubatoru müqayisə eləyəndə bizim biznes inkubatorun tələbə sahibkarlığına daha belə deyək, əlverişli olduğunu qeyd elədi. Çünki bizim fərqimiz nədir? Avropada, ümumiyyətlə dünyada əksər biznes inkubatorlar icarə yolu ilə işləyirlər. Yəni, belə deyək, hər hansı bir avadanlıqları və ya ofisi kiçik məbləğə də olsa icarəyə verirlər həmin o startaplara və ya maliyyəni də belə də kredit şəklində, güzəştli kreditlər şəklində verirlər. Bizdə isə tam fərqli olaraq biz heç bir xidmətdən pul almırıq, belə deyək, heç bir icarə haqqı da almırıq. Yəni, tələbəyə, bizə lazımdır sadəcə tələbənin bir ideyası olmaq. Biz o ideyanı götürürük inkubasiya prosesinə, ona biz ofis otağı veririk, kompüter veririk, hansı avadanlıqlar lazımsa onlarla təmin edirik. Pulsuz təlimlər keçirilir, master klasslar keçirilir və həmin ideya maliyyələşir. Bu tələbələr mütləq Dövlət İqtisad Universitetinin tələbəsi olmalıdır, yoxsa digər universitetlərin də tələbəsi ola bilər? Biz ümumiyyətlə spektrimizi biraz geniş götürmüşük ki, yəni ilkin olaraq belə deyək, birinci mərhələdə bizim İqtisad Universitetinin tələbələri oldu, amma buna baxmayaraq həmin startup komandalarının içində digər universitetlərin də tələbələri var. Buna Neft Akademiyası var orada, Aviasiya Akademiyasından var, Xaricilər Universitetindən var. Amma gələcəkdə bütün universitetlərin tələbələri orada iştirak edə bilərlər. Yeri gəlmişkən, siz qeyd etdiyiniz beynəlxalq ekspert, yəni Avropa İttifaqının biznes inkubatorlar üzrə eksperti David Conway Azərbaycanda olarkən İctimai Televiziyada müsahibə verib. Gəlin, biz David Conway'in Azərbaycanda biznes inkubatorların inkişaf perspektivləri ilə bağlı fikirlərlə tanış olaq, sonra müzakirəmizə davam edərik. Çox şadam ki, Avropa İttifaqının Azərbaycan hökuməti ilə birgə layihəsinə beynəlxalq ekspert qismində dəvət olunmuşam. Biznes inkubatorlarının yaradılması ilə bağlı mövcud layihənin icrasında İqtisadiyyat və Sənaye Nazirliyi ilə çalışıram. Artıq Azərbaycanda biznes inkubatorlarının yaradılması prosesinə başlanılıb. Ölkədə bu mühitin inkişaf etdirilməsi və Avropa miqyasında olan ən yaxşı modelin seçilərək yerli mühitə uyğunlaşdırılmasını nəzərdə tutulur. Hesab edirəm ki, biznes inkubatorlarının fəaliyyəti Azərbaycanda sahibkarlığın, yerli biznesin və ümumilikdə iqtisadiyyatın inkişafına böyük töhfə verəcək. İndiki halda Azərbaycanda biliyə əsaslanan texnologiyalar, regionlarda isə kənd təsərrüfatı, ərzaq istehsalı istiqamətində belə infrastrukturun yaradılması məqsədə uyğun sayılır. Bunun üçün aidiyyatı mərkəzi və yerli qurumlar sahibkarlarla birgə çalışmalı, resurslarla maliyyə mənbələri arasında əlaqələr təmin olunmalıdır. Elxan müəllim, biznes inkubatorlarda emal olunan ideyaların həyata keçirilməsi üçün heç şübhəsiz maliyyə vəsaiti lazımdır. Məsələnin maliyyə tərəfi öz həllini necə tapır və burada, belə deyək, gənc sahibkarlara maliyyə dəstəyi də göstərilirmi? Bugün Azərbaycan biznes inkubator iştirakçılar üçün də ən aktual məsələlərdən biridir və bu istiqamətdə hal-hazırda biz beynəlxalq təcrübəni araşdırırıq və uyğun modelin seçilməsi istiqamətində müvafiq tövsiyələrimizi veririk. Ümumiyyətlə, burada iki məsələ var. Biznes inkubasiyanın özünün maliyyələşdirilməsi və biznes inkubasiyada ideya sahiblərinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı. Biznes inkubasiyanın özünün maliyyələşməsi və onun iştirakçılarla münasibəti iki formada qurula bilir. Birincisi, belə deyək ki, kommersiya prinsipləri əsasında, hansı ki, bu Amerika biznes inkubasiya modelində əsas üstünlük təşkil edir ki, inkubasiya sahibləri, belə inkubasiya idarə edənlər iştirakçıların gəlirlərində pay sahibi olurlar və onun müqabilində onlar əldə etdikləri gəlirdən pay götürürlər. İkinci model isə icarə prinsipi əsasında. Orada, belə deyək ki, inkubasiya iştirakçılarının, startup ideya sahiblərindən cüzi icarə məbləğləri tutulur və bunun müqabilində biznes inkubasiyanın maliyyələşməsi təmin edilir. Qaldı ki, iştirakçıların özünün maliyyələşdirilməsi ilə bağlı bu məsələyə gəldikdə, beynəlxalq təcrübədə bununla bağlı fərqli modellər mövcuddur. Bəzi ölkələrdə
burada qrantlar formasında ilkin biznesə başlanması üçün vəsait nəzərdə tutulur. Məsələn, qonşu Türkiyə ölkəsini götürsək, burada yeni ideya sahibləri, startapçılara müəyyən məbləğlər çərçivəsində qrantların verilməsi planlaşdırılır. Əslində bizdə də informasiya texnologiyaları sayəsində belə bir təcrübə mövcuddur. Bəli, bizdə də artıq o təcrübə formalaşır. İkinci istiqamət belə deyək ki, kredit verilir. Sadəcə kreditin ideya biznes inkubasiya prosesində iştirakçıdan kreditə görə faiz dərəcələri tutulmur. O inkubasiya tərk edəndən sonra və özü artıq sərbəst biznes fəaliyyətinə məşğul olandan sonra o kreditlərə faiz dərəcələri hesablanır. Əslində biznes inkubasiya investorlar üçün çox əlverişli bir platforma yaradır. Yeni ideyanın təcrübədən keçirilməsi və qiymətləndirilməsi baxımından. Yəni, məsələn, Avropa təcrübəsində belədir ki, biznes inkubasiyaların idarəetmə şuraları olur və idarəetmə şurasına üzv olanlardan biri də investorlar və bank maliyyə qurumları olur. Və onlar biznes ideyalarının həyata keçirilməsi prosesində ideya sahibinin ideyasını qiymətləndirilərək sonradan ona investisiya yatırırlar. Yəni, bu baxımından əslində o böyük şirkətlər öz ətrafında ekosistem yaradır məsələsi burada öz əksini bir mənada tapır ki, artıq Azərbaycanda da bu ideya formalaşıb. Məsələn, bir neçə böyük şirkət var ki, onlar özləri biznes inkubator yaradıb, orada yeni ideya sahiblərini dəstəkləyib və bununla investisiya sahələrinin şaxələndirilməsini planlaşdırırlar. Mən bir məsələyə də toxunmaq istəyirəm. Ümumiyyətlə, biznes inkubasiyanın uğurlu və o biznes startup layihəsinin uğurlu olması təkcə biznes inkubasiyanın özündən asılı deyil. Yəni, burada bununla bağlı zəruri infrastruktur formalaşdırmalıdır və müxtəlif qurumların koordinasiyası təmin edilməlidir. Məsələn, maliyyələşmə ilə bağlı cavabdeh olan qurumların bura cəlb olunmalıdır. Tutaq ki, təhsillə bağlı qurumlar bu prosesdə iştirak etməlidir. Gənclərin inkişafı, gəncliyin inkişafı ilə yəni burada əsas mühüm olan məsələlərdən biri, yəni inkubasiya prosesində cavabdeh olan müxtəlif qurumlar arasında koordinasiyanın effektiv təşkil edilməsidir. Vüsal müəllim, bugün bir çox insanlar var ki, onların qiymətli ideyaları var, amma onu gerçəkləşdirə bilmirlər. Yəni, bugün startapçıların əsas rastlaşdıqları problemlər nədir bizdə? Qeyd edim ki, son zamanlar ölkədə yaradılan ümumiyyətlə startup hərəkatının və yeni biznesin formalaşmasını dəstəkləyici tədbirlər xeyli görülüb. Yəni, siz qeyd etdiniz, bu İKT-nin İnkişaf Fondu, hansı ki, maliyyə vəsaiti ayırır artıq yeni startup ideyalar və qeyd edim ki, startuplara ümumiyyətlə vəsaitin yatırılması çox riskli bir şeydir və hətta xaricdə belə bir termin var, biznes mələklər, hansılar ki, o qədər hər şeydən keçməyə hazırdılar ki, o riskli bizneslara öz vəsaitlərini yatırsınlar. Son zamanlar müşahidə olunur, bəzi venture şirkətlər formalaşmağa başlayıb, onlar da böyük risk altına girib, amma belə deyək, gələcəkdə həm yaxşı gəlir, həm mənfəət gətirəcək şirkətlərin kapitalında iştirak etməyə can atırlar. Digər tərəfdən, ümumiyyətlə, Azərbaycanda biznes və mühitin formalaşmasında irəliləyişlər bu da ona gətirib çıxardır ki, artıq gənclər biznes başlamağa daha hardasa rahatdırlar. Yəni, son Dünya Bankının hesabatına baxsaz, Azərbaycan Doing Business Report var, yəni biznesin görülməsi hesabatı. Azərbaycan xeyli irəliləyir və bu sahədə artıq böyük nailiyyətlərə imza atmış ölkələr sırasındadır. Çətinliklər nədən ibarətdir? Çətinliklər adətən daha çox ideyanın belə deyək, gəlir gətirməsi prinsipində problemlər var. Yəni, ideya gözəldir, amma o ideya necə mənfəət gətirəcək, hansı təbəqəyə yönələcək, hansı qrup, belə deyək, müştərisi bu xidmətdən bəhrələnəcək. Burada biraz çətinlik var. Bu da mən şəxsən təcrübəmə arxalanaraq sadəcə bunu demək istəyirəm ki, daha çox biz fikir verməliyik məncə startapçıların biznes bacarıqlarında, biznes təhsilinə. Artıq mühit formalaşıb, kifayət qədər maliyyə mənbələri var, kifayət qədər bir işi qurmaq üçün 2-3 gün vaxt lazımdır ki, bir şirkət qurulsun. Yəni, bu artıq problemlər aradan qaldırılıb. Məhsulun düzgün formalaşması, onu düzgün bazar iştirakçısına çatdırılması, mən düşünürəm ki, bizim startupçı sahibkarlarda biraz problemdir. Yəni, bunun üzərində işləmək lazımdır. Bu da yalnız təlimlər vasitəsilə, əlbəttə təlimlər vasitəsilə bu mümkündür, amma yaxşı olardı ki,
İnkişaf etmiş ölkələrdə olan təcrübəyə baxsaq, biznes mentorlar formalaşsın. Gənc sahibkarları öz, belə deyək, patronajına götürür və onu yönəldir təcrübəsinə əsaslanaraq. Məsələn, bizdə şirkətlər, investorlar yeni ideyalara nə dərəcədə maraqla yanaşırlar? Məsələn, o qədər belə hallar olur ki, gənc min bir əziyyətlə hər hansı bir ideyanı hazırlayır, məhsula çevirir və əməkdaşlıq üçün şirkətə gedir. Şirkət rəhbəri onu dinləyir, amma sonra bildirir ki, biz bunu özümüz həyata keçirəcəyik və bundan imtina edir. Bu məsələ, sualınızda iki məsələ var və birinci, əqli mülkiyyətin qorunması bu sahədə müəyyən işlər görülməlidir. Həm biznes inkubatorların dəstəyi ilə, həm də ki, hansısa qanunlar qəbul olunmalıdır ki, əqli mülkiyyət daha güclü qorunsun. Bu bir məsələ. Proseslər sadələşməlidir və s. ki, bir ixtiranın yiyəsi gedib onu rahatçasına qeydiyyatdan keçirdə bilsin. Digər məsələ isə, mən deyərdim ki, Azərbaycan bazarı çox rəqabətli bazardır və yeniliyə, belə deyək, yeni ixtiralara çox böyük ehtiyac var. Mən həm böyük şirkətlərdə çalışmışam, həm kiçik şirkətlərdə və yalnız yenilikçi şirkət qabağa gedir, digərini üstələyə bilir. Sadəcə qeyd etdiyim kimi, ideya müəllif üçün həmişə yaxşı səslənir və düşünür ki, bundan yaxşı bir şey ola bilməz, amma onun kommersiya tərəfini, maliyyələşmə, belə deyək, maliyyə gətirmə tərəfini daha yaxşı düşünmək lazımdır. Bəli, o məsələ problemdir. Biz bu startup biznesində bu əsas problemlərdən biridir. Onun adətən hətta Avropa ölkələrində bunun qarşısını almaq üçün xüsusi müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüquqlarının qorunmasına bağlı xüsusi prosedurlar var. Amma eyni zamanda hətta bəzi startup ideya sahibləri var ki, onlar özləri maraqlıdırlar. Yeni ideyaların müəyyən səviyyəyə gətirilib ondan sonra satılmasında. Yəni bu təcrübədən də istifadə etmək olar ki, bunun uğurlanma formasında yox, yəni daha çox legal və bazar prinsipləri şəraitində qurulması zəruridir və düzgün qeyd edildi ki, biznes inkubasiyanın maliyyələşməsi riskli bir məsələ olduğuna görə maliyyə qurumları bunda o qədər də maraqlı olmur. Bizim araşdırmalar göstərir ki, Azərbaycanda demək olar ki, heç bir bank biznes inkubasiyada startupçıların maliyyələşməsinə maraqlı deyil. Yalnız bu bir bank, bunlar içərisində bir bank yeni bir məhsulunu təqdim edilib startupçılar üçün. Yəni bu biznes inkubasiyanın maliyyələşməsində problemli məsələlərdən biridir. Və hal-hazırda belə deyək ki, dövlət kreditləri çərçivəsində də biznes startuplar üçün xüsusi maliyyələşmə mexanizmləri də hələ ki müəyyənləşdirilməyibdir. Yəni o baxımdan bu açıq olaraq qalır. Bunun daha çox investisiya və belə deyək ki, o venture kapitalı və investisiya prinsipində maliyyələşməsi daha effektiv olur. Çünki bu halda belə deyək ki, investor daha çox maraqlı olur o işin uğurlu olmasında və o prosesdə daha yaxından iştirak edir. Biz Avropa ölkələrində ümumdaxili məhsulda kiçik və orta sahibkarlığın payına baxsaq, bu böyük bir hissəsini, yəni 70-80% məhz kiçik və orta sahibkarlığın payına düşür. Bunun bir neçə səbəbləri var. O səbəblərdən biri də ondan ibarətdir ki, o ölkələrdə məsələn universiteti bitirənlər daha çox kiminsə yanında çalışmaqdansa özləri iş qurmaqda maraqlı olurlar. Amma Azərbaycanda biznes qurmaq riski ilə daha çox hansısa mövcud bizneslərin yanında çalışmaqda da maraqlı olurlar. Ona görə bu stereotipin sındırılmasına və Azərbaycanda artıq biznes mühiti inkişaf edir. Daha çox hər kəsin özünün biznes qura bilmə potensialının və inamının formalaşdırılmasına ehtiyacı var. Və bu mənada biznes inkubasiya çox böyük fayda sağlaya bilər. Çünki biznes inkubasiya təkcə iştirakçı üçün məkan, xidmətlər və internet və digər güzəştlər təklif eləmir. Eyni zamanda biznes inkubasiya iştirakçıları üçün yaranmış problemlərin həllində vasitəçi rolunu təmin edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə yenə də baxsaq, bəzi biznes inkubatorlar artıq özlərinə o qədər ad qazanıblar, ad eləyiblər ki, böyük şirkətlər, korporasiyalar onları belə deyək, subkontraktor kimi hətta cəlb edirlər və bu artıq o deməkdir ki, inkubatorun özü də dayanıqlı olur, artıq özü də bir fəaliyyətlə məşğuldur. Yəni, biznes ideyaların yetişdirilməsi, yeni şirkətlərin bazara çıxardılması bu özü bir biznesdir. Bununla da məşğul olub, gələcəkdə mən düşünürəm ki, Azərbaycandakı biznes inkubatorlarda daha dayanıqlı ola bilərlər. Mən bir elə ona dəstək olaraq onu deyim ki, yəni Azərbaycanda mühüm olan məsələlərdən biri də buna diqqət edilmək lazım ki, biznes inkubasiya özü biznes fəaliyyətidir.
və ona görə də biznes inkubasiyanın idarə edilməsinə biznes kimi yanaşılmalıdır. Biznes inkubasiyanın özünün gəliri var, özünün fəaliyyəti var, özünün biznes planı var. Yəni təcrübə sınav olmaqla yanaşı həm də real bir biznes real bir sektorudur. biznes növüdür. Yəni məsələn bugün dünyada yeni biznes inkubasiya növləri yaranır ki, onlar sırf kommersiya əsaslı və informasiya texnologiya imkanlarından istifadə edilən virtual biznes inkubasiyalar deyirlər ki, yəni artıq bunu bir biznes növünə çevirib. Həm başqalarının fəaliyyətini dəstəkləyirlər, həm də özləri. Siz biznes inkubatorları çox vaxt yeni texnologiyalarla assosiasiya edirlər, amma ümumi statistikaya baxsaq, yalnız 39% biznes inkubatorlar, 39-40 mən bugün baxdım ki, sırf texnologiya ilə məşğul olan inkubatorlardır. Digəri isə müəyyən sahələri bir-biri ilə birləşdirən və sadəcə hər gün etdiyimiz işləri daha asanlaşdıran, yenə də innovasiya var orada, amma sırf texnologiya yönümlü deyildir. Mircavit müəllim, sizin biznes inkubatorlarda emal olunan, belə deyək, hazırlanan ideyalara şirkətlər, investorlar nə dərəcədə maraq göstərirlər? Biz mütəmadi olaraq, belə deyək, korporativ görüşlər keçiririk. Azərbaycan Sahibkarlar Konfederasiyasını misal göstərirlər, həm AMÇAMA üzv olan şirkətlərə misal göstərmək olar. Yəni, bir neçə görüşlərimiz olub və bizim innovativ biznes inkubatorda yaradılmış startupların fəaliyyəti haqqında onlara informasiya vermişik və ilkin olaraq müsbət rəy alırıq. Yəni, hər bir şirkət hələ ki şifahi olsa, belə deyək, maraq göstərirlər bizim tələbələrin startup şirkətlərinə. Son zamanlar bir neçə şirkətlərlə, bir neçə biznes qurumları ilə bizim iki tərəfli əməkdaşlıq müqavilələrə bağlanıb. Əsas məqsəd odur ki, siz bayaq bir sual verdiniz, elmlə sahibkarlığın inteqrasiyası. Yəni, bugünkü dövrdə əsas problemlərdən biri odur ki, maliyyə ilə elmi birləşdirmək. Yəni, bunun ikisini bir yerdə cəmləşdirsək, yəni, yaranan bizneslər elmi əsaslarla fəaliyyət görsə və daha, belə deyək, Biliyə əsaslanan iqtisadiyyatın formalaşmasına gətirib çıxartır. Biznes inkişaf eləyib, müəyyən bir fiks nöqtə var ki, ora çatanda artıq bilik olmasa, oradan o yana gedmək olmur. Bəs bugün biznes inkubatorlarının məhsullarının bazarı necədir? Məsələn, elmə əsaslanan biznes inkubasiya məsələsinin artıq bugün elə bir zərurət səviyyəsinə çatıb ki, bizdə olan məlumat ki, artıq Elmlər Akademiyası da alimlərin yeni ixtiraları və elmi ideyalar əsasında biznes inkubasiyasının yaradılması istiqamətində iş aparır. Yəni, bu artıq o deməkdir ki, bu biznes ideyanın kommersiyalaşması, yəni ən mühüm məsələlərdən biri elmin və ideyanın kommersiyalaşması prosesi artıq start götürübdür. Biznes inkubatorun iştirakçılarının, belə deyək ki, məhsulların satılmasına gəldikdə isə, burada əlbəttə ki, məhsuldan çox şey asılıdır. Bu, klassik bazar prinsipləri və rəqabət prinsiplərinə dayanan bir məsələdir. Bizim araşdırmalarımız göstərir ki, bəzən olur ki, Azərbaycanda da və digər ölkələrdə də olur ki, inkubasiya iştirakçısının fəaliyyəti inkubasiyanın təyinatına uyğun seçilmir. Məsələn, tutaq ki, elektronika avadanlıqları satan bir dükan sahibi istəyirsə ki, inkubasiya iştirakçısı olsun, bu inkubasiya prosesinin ona o qədər də faydası olmayacaq. Çünki bu inkubasiyada olmadan sadəcə bir dükan açmaqla bunu həyata keçirə bilər. Yəni, burada elə fəaliyyət növlərinə əhəmiyyət verilməlidir ki, doğrudan da biznes inkubasiya prosesi onun fəaliyyətinin dəyər qatsın və məhsulunun satışına da təsir eləsin. Misal müəllim, bu istiqamətdə biznes inkubatorlar əsasən nələrə belə deyək, diqqət yetirməlidirlər və bugün bazarda hansı innovativ məhsullara ehtiyac var? Sözün düzü, mən özüm biznes inkubatorda bir startupçı olsaydım, mən yalnız Azərbaycan bazarına baxmazdım. Yəni, çünki bugünkü gündə innovasiyanın və yeni ideyanın bütün dünyaya çıxış imkanı o qədər asan, o qədər rahatdır ki, hansısa bir biznes ideya fikirləşəndə yalnız bir bazarla kifayətlənmək məncə düzgün olmazdı. Əsas odur ki, realistik ideya olsun və müəyyən belə deyək istiqamətə yönəlsin. Biznes nümayəndələri birləşdirmək lazımdır inkubatorlar ətrafında. Çünki bu insanlar real olaraq bizneslə məşğuldur, real olaraq
bazarda hansısa bir ideyanın yerini görür, rolunu görür və onların verə biləcəyi o mentorluq xidməti və ya həmin bu biznes inkubatorda direktorlar və ya şurasında, qayyumlar şurasında olması artıq özü həmin o inkubator iştirakçılarına və ümumiyyətlə bu biznes inkubatorun strateji yönəlməsinə böyük bəhrə verə bilər. Mücavit müəllim, fəaliyyətiniz zamanı real bazarın tələbləri nə dərəcədə nəzərə alınır? Artıq biz o seçdiyimiz 4 startup şirkətin yəni bazarı nəzərə alınıb seçilib. Universitetin özünün daxilində artıq bunun bazarı var. Çünki tərcümədir hər bir elmi işçiyə, hər bir aspiranta, hər bir müəllimə ehtiyacı var. Keyfiyyətli, yəni tərcümədən söhbət gedir. Hansı saytların hazırlanmasıdır, applicationların hazırlanmasıdır. Buna da kifayət qədər maraq var. Elə bizim özümüzdə yaranan startupların hər biri üçün bir sayt yaranmalıdır. Və Azərbaycanın regionlarında biznes inkubatorların yaradılması imkanları, perspektivləri necədir? Və hazırda regionlarda bu istiqamətdə nə kimi işlər həyata keçirilə bilər? Bugünkü plana görə regionlarda bunun inkişafı əsasən ilkin olaraq o regionlarda planlaşdırılır ki, daha çox orada sənaye parkları və sənaye şəhərciklərinin salınması planlaşdırılır. Bura Gəncə, Mingəçevir, Sumqayıt və bu tip sənaye şəhərləri daxildir. İlkin mərhələdə, yəni bunun regionlarda bu tip yayılması. Sonra növbəti mərhələdə artıq belə deyək ki, bu aqrar sahələrdə, aqrar istiqamətdə formalaşan müəyyən təbii resurslardan istifadə edərək kiçik istehsal müəssisələri qurmaq istəyən ərazilərdə də bunun yayılması planlaşdırılır. Yəni, bugün aparılmış tədqiqatlar göstərir ki, Azərbaycanda buna çox böyük tələbat var. Çünki Azərbaycanda çoxlu biznes ideya var, reallaşdırılmamış çoxlu biznes ideya var və regionlarda da bunun açılması olduqca faydalı və səmərəli ola bilər. Bu qədər. Təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Çox sağ olun. Hörmətli tamaşaçılar, daha bir verilişin sonuna gəldik. Biz bugün dünyada biznes sektorunda yeni çağırışlardan olan biznes inkubatorlar və onların Azərbaycanda inkişaf etməsi üçün mövcud imkanlardan danışdıq. Növbəti həftə görüşənə dək salamat qalın.